Əhmədov qardaşları tezliklə yenə dədə-baba yurdlarına gedəcəklərini bildirirlər. Ağbabanın kəkotusudur, bu sarı çiçəyidir. Hal-hazırda qayıtmışıq Moskvaya, Moskvadayıq. Bu çiçək çaylarından dəmlədib içirik. İnşallah, deməli, getməyə də yenə də hazırlaşırıq. Düzdür, indi bu sosial şəbəkələrdə cürbəcür don geyindirmək istəyirlər bizim gedişimizə. O düzgün deyil. Sülh yaxşı şeydir, sülhə getməliyik. Gedib gəlməyimizin ən gözəl bir qiymətli şey odur ki, bizim məsəl üçün Ermənistandan gələnləri haradasa sevindirməyimiz, bu videoları, bu şəkilləri gördü, sevindilər. Onların da sevincinin həddi hududu yoxdur. Onların da hamının öz eli obasıdır, orada doğulduğu yerdir. Belə şeylər indi qaşqınlıq həyatı yaşayan adamlar bilər. 37 ildən çoxdur ki, Rusiyada yaşayan həmyerlərimiz Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasının, düşmənçiliyin bitməsinin vacib olduğunu deyirlər. Sülh naminə görmüsənmi? Ağarırıq, gedirik, gəlirik. Prezidentin də Allah canını sağ eləsin, onun da sözünə biz qüvvət veririk. Dedi ki, Ermənistana tanklarla getməyəcək biz, maşınlarla gedəcəyik. Biz də maşınlarla getdik.